Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men valah, amma ba'd. Peygamber sallallahu aleyhi ve sellemin en sonuna olan İbn Abbas radıyallahu anhumaya olan tövsiyesinin davamını keçəcək bugün kardeşler. Peygamber sallallahu aleyhi ve sellem bir neçə tövsiye etmişti. Əmsoğlu Abdullah ibn Abbas radıyallahu anhumaya. Ve onların əvvəlki qismlərini keçən iki dərsdə izah etdiyi Allahın köməyi ilə. O da belə idi ki, Peygamber sallallahu aleyhi ve sellem deyir ki, İhfazillah yahfazuk, İhfazillah tecidhu tücahak. İzâ se'alte fes'alillah ve izâ ista'ante festa'in billah. Allah'ı koru ki o da seni korusun. Allah'ı koru ki onu önünde tapasan. İstedikte Allah'tan iste, sığındıkta Allah'a sığın. Bu cümleler şerh etti kardeşler. Şimdi bu tövsiyemizde ise ahırıncı cümleye geçecek. Peygamber sallallahu aleyhi ve sellem buyurur. وَعْلَمْ أن الأمة لو اجتمعت على أن ينفعوك بشيء لم ينفعوك إلا بشيء قد كتبه الله لك واعلم أن الأمة لو اجتمعت على أن يضروك بشيء لم يضروك بشيء إلا كتبه الله عليك رفعت الأقلام وجفت الصحف. Bu hadis-i şerifi dedik ki İmam Tirmizi rahimehullah Sünen kitabında rivayet edip 2516 numaralı hadiste, həmçinin İmam Ahmed ibn Hanbel Musned kitabında rivayet edip ve başka alimler de rivayet edip hadis İmam Tirmizi rahimehullah buyurur ki hadisun hasanun sahih. Hadis hasendir, sahihtir. Bu hadiste kardeşler Peygamber sallallahu aleyhi ve sellem buyurur ki bil ilmin ehemmiyetine dalalet ediyor. Peygamber sallallahu aleyhi ve sellem bir şeye bil dedikte demek istiyor ki bu şeye fikir ver. Bu çok önemli yani. وَعْلَمْ bil ennel ummete lev ictemaat. Bütün ümmetler yığılsa, bütün ümmetler bir araya gelse ala en yenfa'uke bi şeyin, sana bir fayda versinler. Lem yenfa'uke bi şeyin illa ketebahullahu leke. Onlar sana Allah yazmadığı, kısmet etmediği hiçbir faydanı verebilmezler. Ümmətlər deyəndə nə nəzərdə tutulur qardaşlar? Əsasən cinlər və insanlar. Yəni bütün cinlər və insanlar hamısı Adəm aleyhissalamdan qiyamət gününə kimi gələn bütün insanlar və cinlər yığılıb sənə bir fayda vermək istəsələr, əgər bunu Allah sənə yazmayıbsa, o faydanı sənə verə bilməzlər. Bu çox önəmlidir inancımızda. Bu çox önəmlidir. Yəni Allah'ın yazdığına təslim olmaq, bu çox önəmlidir. Xeyirdə xeyir qardaşlar, şərdə də nə? Şərdə də şər. Hadisin ikinci cümləsində gəlir. Peygamber sallallahu aleyhi ve sellem yenə deyir ki, bil. Əgər bütün ümmətlər yığılıb, bir araya gəlib, köməkləşib, sənə zərər vermək istəsələr, Allah'ın sənə yazdığından başqa heç bir şeydə zərər verə bilməz. Rufi'atil aqlam. Qələm qaldırılmışdır. Yəni əzəldən bu yazılmışdır artıq. Və cəffətis suhuf. Artıq səhifələr, sənin qədərinə yazılan dəftərlər dolanmışdır. Yəni ki, yığılmışdır, qurumuşdur və salam. Qədər dəyişmir. Yəni, nə yazılıbsa onu görəcəksən. Sual. Əgər bir adam desə ki, hər şey artıq yazılıbsa, onda o zaman biz nəyisə Allah'tan istemeye ihtiyac var mı? Yani yazılıbsa nəyisə Allah'tan istəyək mi? Yəni o dəyişməyəcəksə mesela, bizə çatmayasıdsa isteməyimizdə fayda var mı? Və yaxud da Allah'tan nədənsə hər hansı bir şərli şeydən Allah'a sığınaq mı? Eğer yenə başımıza gələrsə bu sığınmaqda fayda var mı? Deyir ki, bəli,
sən Allahdan istə, sən Allaha sığın, sən duaları elə. Çünki sən nə bilirsən ki, qədərin sənin nəyə bağlıdır? Allah Teala bunu nəyə səbəb eləyir? Allah Azze ve Celle ola bilsin ki, sənin qədərində belə yazıb ki, əgər sən Allaha dua etsən, verəcək. Dua etməsən, verməyəcək. Bu qədərdə belə yazılıdır. Deməli, o sənə nəsib olmaq üçün nə etməlisən? Dua eləməlisən. Başa düşdünüz mü, qardaşlar? Bu qədərin sirridir. Biz bilmirik bizim üçün nə yazılıb, təqdirimizdə nədir və əmr olunmuşuq ki, Allahdan istəməliyik, əmr olunmuşuq ki, Allaha sığınmalıyıq. Və onu da bilməliyik ki, Allah istəmədikcə kimsə bizə nə fayda verə bilməz, nə də zərər verə bilməz. Hər şey kimin əlindədir? Allah Azze ve Celle'nin əlindədir, qardaşlar. Şeyh Muhammed İbn Salih el-Utheymin rahmetullah deyir ki, hədisdə olan faydalardan biri odur ki, İmam Ən-Nəvavi rahmetullah bu hədis o qədər önemli hədisdir ki, bu hədis. O qədər İslamda əsas məqamlarda yer tutan hədisdir ki, İmam Ən-Nəvavi rahmetullah 40 hədis kitabında da gətirmişdir bu hədisi. 19-cu hədisdə səhv eləmirəmsə. İmam Nəvavi 19 nömrəli hədisdə gətirmişdir bunu. 40 hədisin şərhində İbn Ütheymin rahmetullah buyurur ki, mənası odur ki, əgər sən Allaha düzgün şəkildə ibadət etsən, bütün insanların hamısı yığılıb səni haqdan batilə tərəf azdırmaq istəsə, Allah onlara izin verməz ki, sən azdırsınlar. Allah onlara izin verməz. Ona görə dinimizdə qardaşlar möhkəm olmaq lazımdır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur, İn tuti akthara men fil ardı yudilluka an sabilillah. Eğer sen insanların çoxuna itaat etsən, səni haqq yoldan azdırarlar. Sən Allaha olan ibadətində, itaatında möhkəm ol, səni heç kəs azdıra bilməz. Yox, sən dinin, ibadətini, itaatini insanların dedikodularına bıraxsan, onlar səni haqdan azdırarlar. Ona görə həmişə haqla batil nədədir, qardaşlar? Müharibədədir, həmişə mübarizədədir, həmişə mücadələdədir. Haqla batil daima bir-birinə savaşırlar, imanla küfür, ixlasla riya, tövhidlə şirk, sünnə ilə bid'ət, haqla batil daima müharibə edirlər. Hansı qalib gəlsə, o birisini zəiflədirlər. Qul ca'al haqq və zahaqal batil, innal batilə kənə zəhuqa. De, haqq gəldi, batil ortadan qalıqdı. Çünki haqq gələn yerdə batil ortadan qalıqmağa nədir? Məhkumdur. Deməli, əksi nədir ayətin? Əgər batil qalib gəlsə, qardaşlar, onda haqq ortadan qalxmağa məhkumdur. Ona görə bir müsəlman haqq oldusa, bilsin ki, həmişə batil onun qabağında zəifdir. Aydındır mı? Ona görə möhkəm olmaq lazımdır. İstər dəvətimizdə, istər salih əməllərimizdə, istər elmə yanaşmağımızda, istər təbliğatda, hamısında əzab əziyyətlər var, çətinliklər var. Biz bu şeyi sadiq və xalis Allah rızası üçün etdiyimiz sürəcə bilməliyik ki, Allah bizə yardım eləyəcək, Allah bizim köməyimiz olacaq və kimsə bizi haqdan azdıra bilməyəcək. Allah bizə istifadələrdən etsin, bilmədiklərimizi öyrətsin, bildiklərimizə əməl etməyi nəsib eyləsin, sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcməin.